Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugünkü dərsimiz bizim Teymuri dövləti haqqında olacaq. Dərsə başlamadan öncə qeyd edim ki, 2026-27-ci il tədris ili üçün qruplarımız yığılır ödənişli şəkildə. İstəyənlər Instagramdan Səbinə Sultan _tarix səhifəsinə yazaraq qeydiyyatdan keçə bilərlər. İndi biz başlayaq Teymuri dövləti haqqında danışmağa. Ümumiyyətlə Çingiz xanın vəsiyyətinə görə biz bu haqda Monqol yürüşlərinə danışmışdıq. Hülaki dövlətin yaranması haqqında olan videolarda da danışmışdıq. Onun ölümündən sonra, Çingiz xanın ölümündən sonra onun yaratdığı dövlət uluslara bölünməli idi və o uluslardan biri də Çağatay ulusu idi. Məhz Teymuri dövləti də həmin ulusun torpaqlarını əhatə etmişdi. Bu ərazilərdə yaranmışdı, daha sonra ətraf ərazilərə də yayılmışdı. 14-cü əsrdə Teymur hərb sənətində bacarıqlar göstərən bir sərkərdə idi. O, dövlətçilik üçün də müəyyən addımlar atırdı, can atırdı. Lakin birbaşa olaraq Çingiz xanın nəslindən gəlmədiyi üçün bir xan ola bilməzdi. Buna görə də o Səmərqənd hakiminin vəfatından sonra onun oğlu Səmərqənd hakimi olur Əmir Hüseyn. Onun bacısı ilə evlənir. Onlar Çingiz xanla qan qohumluğu var idi. Və kürəkənlik vasitəsilə daha sonradan 1370-ci ildə qurultay çağırılır və Əmir Turan əmiri titulunu qəbul edir və özünü Çingiz xanın soyunu olmadığı üçün xan elan edə bilməzdi. Teymuri dövlətinin əsasını qoyur və paytaxtda Səmərqənd şəhəri olur. Qurduğu dövlətə Turan adını vermişdi və Turan sultanı titulunu da qəbul etmişdi. Çingiz xanın vəsiyyətinə görə gələn uluslardakı var idi. Onlardan fərqli olaraq Çağatay ulusu o qədər də işğalçılıq müharibələr aparmamışdı. Daha çox feodal dağınıqlıq burada hökm sürürdü və Teymuri dövləti də bu ərazilərdə yarandığı üçün burada güclü dövlət yaratmaq istəyirdi Teymur və feodal dağınıqlığı ilə də mübarizə aparırdı. O özünü Teymurun qanunları adlı bir qanunlar toplusu da yaradır ki, bu ərazilərdəki feodalları özünə və özündən sonraki varislərə tabe edə bilsin, möhkəm etsin öz dövlətini. Hakimiyyətin ilk illərində Əmir Teymur bütün Mərkəzi Asiyanı ələ keçirmişdi. Xarəzm tabe edilmişdi. 14-cü əsrin 70-ci illərində Mərkəzi Asiyanı özünə tabe etmişdi. Daha sonra isə İran coğrafiyasına yönəlmişdi və 1385-1388-ci illərdə 3 illik bir yürüş həyata keçirir. Bu yürüşdə də İran, Ərəb, İraqı, Cənubi Qafqazı fəth edir. Sonra bir çox Anadolu hakimləri də onun hakimiyyətini qəbul edirlər və mühüm ticarət məntəqələri Hələbdir, Şam şəhərləri də onları da ələ keçirir. Ümumiyyətlə onun yürüşləri Çingiz xanın yürüşlərindən fərqli olaraq daha çox iqtisadi məqsədlər daşıyırdı. Onun yürüşlərindən sonra da İpək yolunda canlanma baş verir, ticarət artmağa başlayır, güclənir. Demək, 14-cü əsrin 90-cı illərində Əmir Teymur artıq hakimiyyətini şərqdə Qobi səhrasından qərbdə Aralıq dənizinə qədər ərazilərə qədər yaymışdı. Daha sonra o Qızıl Ordu dövləti ilə mübarizə aparmışdı. Sonra Toxtamış xan onun köməyi ilə hakimiyyətə gəlmişdi. Bir müddət ona tabe olmuşdu. Daha sonra Əmir Teymurun Cənubi Qafqaz və indiki Qazaxıstan ərazilərində tutması onların arasında münasibətlərin gərginləşməsinə səbəb olur və 1395-ci ildə Terek çayı sahilində bir döyüş baş verir. Və bu döyüşdə Əmir Teymur Toxtamışı ağır məğlubiyyətə uğradır. Məğlub olan Toxtamış döyüş meydanından qaçır və bu döyüş nəticəsində də Teymur Qızıl Ordunun zəngin ərazilərini tutur, şərq vilayətlərinə yiyələnir. Daha sonra da Teymur Saray Bərkəni tutub dağıdır və bundan sonra Qızıl Ordudan asılı olan Moskva knyazları da yüksəlir və onun tabiçiliyindən çıxır. Əmir Teymur Moskvaya doğru yönəlir və bu zaman Mərkəzi Asiyada qarışıqlıqlar baş verir. Buna görə də geri qayıtmalı olur. Daha sonra da Hindistan üzərində yürüşü olur. Həmin vaxt Hindistanda Dehli Sultanlığı hakimiyyətdə idi. Onları ərazilər tutur, qarət eləyir. 1398-ci ildə baş verir bu Hindistan yürüşü. Daha sonra Kiçik Asiyaya yürüş etmək qərarına gəlir. Burada da xırda hakimlərin Osmanlılara qarşı çıxmasına şərait yaradır bu yürüş. Onlar da müstəqilliklərini bərpa etmək üçün Teymura müraciət edirlər. Osmanlıların Teymur ilə toqquşmasının əsas amillər var idi, bir neçə amil vardı. Bunun səbəbi də əvvəlki yürüş ki var idi. 3 illik yürüş. Bu zaman Qoyunlu Qara Yusif və Cəlairi Sultan Əhməd Osmanlı Sultanı 1-ci İldırım Bəyazitdə
sığınmışdılar və Əmir Teymur onları Bayeziddən tələb eləyir. Bayezid isə bu tələbi rədd edir və onların toqquşmasına səbəb olur. Digər bir səbəb isə mühüm ticarət yolları var idi ki, Əmir Teymur bu ticarət yollarını tutmaq istəyirdi. Buna görə də 1402-ci ildə Ankara döyüşü baş verir. Biz burada Osmanlı dərsində bunu danışmışdıq. Ankara döyüşü nəticəsində Əmir Teymurun qoşunu həm üstün idi, həm Hindistandan gətirdiyi döyüş fillərini istifadə etmişdi. Nəticədə Osmanlılar məğlub olurlar və bir müddət Osmanlıda durğunluq dövrü yaranmışdı. Bu hadisələrdən sonra da Əmir Teymurun növbəti hədəfi Çin idi. Lakin 1405-ci ildə Əmir Teymur vəfat edir və bundan sonra da Çin üzərində yürüşü alınmır. Nəticədə onun varisləri bir müddət Teymuri dövləti ayaqda tutmağa çalışsalar da tezliklə zəifləyir Teymurilər dövləti və ondan sonra süqut eləyir. Əmir Teymurun müharibələri daha çox amansız olmuşdu. Çingiz xandan fərqli olaraq onun yürüşləri iqtisadi məqsəd daşıyırdı. Ələ keçirdiyi ölkələrdə bacarıqlı seçilmiş sənətkarları öz ölkəsinə aparırdı. Başqa yerlərə gedən ticarət yollarını, Asiyadan Avropaya gedən yolları nəzarətdə saxlamağa çalışırdı. Eyni zamanda daxili siyasətində nüfuzlu müsəlman ruhanilərdən istifadə etmişdi və İslam dininin nüfuzunun artması üçün böyük xidmətlər göstərmişdi. Əmir Teymur Çingiz xan kimi oxşar cəhətləri var. Uluslara bölmüşdü öz dövlətini və ulusları idarə edən valilərə mərkəzi hakimiyyətə müəyyən qədər əskər verməli idilər, vergilərin yığılması, mükəlləfiyyətlərin yerinə yetirilməsinə nəzarət etməli idilər. Və Teymurun qanunları var idi. Bu qanunlar da Çingiz xanın böyük yasa qanunları var idi, onunla oxşarlıq təşkil eləyir. Və Teymurun qanunlarına görə ölkələr qılıncla alda olunur, lakin ədalətlə idarə olunmalı idi. Lakin onun varisləri bu qədər də yerinə yetirə bilmir. Onun varisləri Şahrux və Hüseyn Bayqara var idi. Onlar dövründə Teymuri dövlətinin yenidən qüdrətini bərpa etməyə çalışmışlar. Lakin bu qədər də alınmamışdı. Çünki qərbdə Oğuzların yüksəlişi olmuşdu. Mərkəzi Asiyada Şeybanilər yüksəlmişdi, yaranmışdı və yüksəlmişdi. Bu da Teymurun dövləti üçün çətin proseslərin başlamasına səbəb olmuşdu. Şahruxun dövründə paytaxt Herata köçürülmüşdü və Azərbaycan Qaraqoyunlu dövlətini asılı hala salmışdı. Osmanlı və Qızıl Ordu dövlətləri ilə normal münasibətlər qurmağa çalışmışdı. Onun ölümündən sonra, Şahruxun ölümündən sonra hakimiyyətə oğlu Uluqbay gəldi. O məşhur astronom idi və mədəni həyata fikir verirdi. Osmanlı dövləti ilə münasibətlərdə əlaqələrə üstünlük verirdi. Lakin siyasi cəhətdən zəif olduğu üçün uzun müddət hakimiyyətdə qala bilməmişdi. Bu dövrdə, məsələn, Uluqbəyin dövründə Mərkəzi Asiyada yeni bir dövlət Şeybanilər yaranır və Şeybanilər də Teymurilərlə daxili çəkişmələrdən istifadə edir, onları ərazilərinə hücumlar edirdilər. Buxaranı, Səmərqəndi ələ keçirmişdilər. Daha sonra bu proseslər nəticəsində Teymuri dövlətinin ərazisində yalnız Xorasan qalmışdı. Teymurun sonuncu güclü hökmdarı da Hüseyn Bayqara olmuşdu. Onun dövründə itilmiş torpaqları geri qaytarır, dövlət nüfuzunu bərpa etməyə çalışır. Lakin Hüseyn Bayqaranın ölümündən sonra da Şeybanilər yenidən Teymurilərin üzərinə hücumlar edirlər. Və 1507-ci ildə Səfəvi dövlətinin himayə etdiyi Teymuri hökmdarı taxtdan salınır və Şeybanilər Xorasanı da tuturlar və Teymurilərin son sığınacağı Heratı da tuturlar və nəticədə Teymuri dövlətinin varlığına son qoyulur və Teymurilər dövləti süqut edir.